Herkese salam, kanalıma hoş geldiniz. Bugün temizlik vlogu olacaktı. Temu'dan gelen yeni perdeler açacağıq birlikte. Hem de nəticəni sizə söz verdiğim kimi göstereceğim. Sizə xoş izləmələr, mən isə başlayayım. İlk önce her zaman perdeleri koyuyorum yumağa. Mən aynaları silip qurtarana kadar bu da yuyub qurtarır ve nem halıyla asıram. O zaman heç gözləməyə ehtiyac yoxdur ki, həm qurusun, həm də sonra ütüləyəsən. Elə asılı vəziyyətdə nem halıyla özü quruyur, həm də düzləşir. Yəqin ki, məni qınamazsınız. Düşünürəm çoxumuz belə eləyirik. Aynaları sildiyim həmin bu roz və dəsmalla, həm də aynanın kənarlarının tozunu falan da sildim. Bəzən mən aynaların sitkalarını və gülləri hamamda yuyanda mütləq kimsə yazmalıdır ki, bəs niyə hamamda yuyursunuz? Hamamda siz çimirsiniz, oralar təmiz qalmalıdır. Belə bir sual yaranır ki, bəs mən bunları harda yuyum? Bunu nə qədər silsən də adi dəsmalla sitkanı. Heç vaxt o təmiz olası deyil də. Ya da gərək üst-üstə nə qədər siləsən ki, bura tərtəmiz olsun, sənin ürəyin istəyən qədər. Amma belə də ki, hamama atıram, yuyurum, tərtəmiz olur. Eynən gülləri də hamamda yuyuram. Yuyub qurtardıqdan sonra təbii ki, oraları da xlorluyuram. Və gəlin boynumuza alaq ki, özümüz də uşaq vaxtı palçıqda, qumun içində böyümüşük, oynamışıq, hətta elə olub ki, ağzımıza belə bilmədən almışıq və heç kim heç vaxt bizi qınamayıb ki, deməyib ki, bəs eləməyin, oynamayın palçıqda, qumda və inanın ki, çox da sağlam böyümüşük. Allergiyanı da məhz biz özümüz yaradırıq. Biz o qədər təmizliyin içində böyüdürük ki, uşaqları. O uşaq alışıqdır o təmizliyə. Gərək hərdən bir natəmizlikdə də olsun, uşaq oynasın, əlini vursun, ora bura. Məsələn, parka düşürürük uşaqları. Aparırıq. Biz orada qoruyası deyilik ki, uşaqları, deyəsi deyilik ki, əlini vurma, ay yerə dəydi əlin, ay çirkləndir, ay mikrop düşdü falan demirik ki, mən şəxsən demirəm. Mən qoyuram, mənim uşaqlarım qəşəng oynasınlar. Evə gələndən sonra da təbii ki, əllərini falan ağızlarınıza da yuyuram. Və sözümü ona gətirirəm ki, heç vaxt heç nəyi türklər demiş beyninizə takmayın ki, o ziyandı, bu ziyandı. Ona qalsa gərək onda biz ümumiyyətlə çölə çıxanda əlcəkdə çıxaq, nə bilim, qoruyaq da özümüzə əməli başlı koronavirus vaxtındakı kimi. Ora mikrobdur, bura mikrobdur. Əlimizi vursaq belə olacaq, elə olacaq da və uşaqları da təbii ki, dediyim kimi gərək onda heç çölə çıxartmayaq biz. Yəni heç kim inciməsin mənim bu sözümdən. Yəni sadəcə hər dəfə mən sitkanı yuyanda, hamamda, gülləri yuyanda mütləq ki, kimsə yazmalıdır ki, bəs orada siz çimirsiniz, niyə orada yuyursunuz? Heç kim də fikirləşmir ki, bəlkə mən oranı sonra xlorluyuram. Bu pastel dəstini soruşsanız, bunları da Temu'dan almışam. Çox bəyəndim. Keyfiyyəti falan gözəldir, xoşuma gəldi və düşünürəm Temu'dan almağa dəyər. Sadəcə sifariş etməmişdən öncə mütləq keyfiyyətinə baxın, bir də rəyləri əsas oxuyun, görün kimlər razıdır, kimlər narazıdır. Elə şəkildə paylaşanlar da olur, videoda paylaşanlar da olur. Orada siz dəqiq görə bilərsiniz.
Bu ağacı da məndən tez-tez soruşurlar. Bu ağacı yoldaşım mənə Yucukdan hədiyyə almışdı. Səhv eləmirəmsə qiyməti 60-70 manat olmalı idi. Belə civarda. Hal-hazırda bilmirəm orada var, satışda yoxsa yoxdur, amma inan ki çox qəşəngdir. Qışda əslində bunu istifadə etmək lazımdır, amma mən yığmıram. Elə bir də görürsüz axşamlar ürəyimdən keçəndə yandırıram, qəşəng görkəm verir. Əslində bu vloqda istədim həm də bu dolabların için təmizləyim, daha doğrusu silməyin için təmizləyim, amma düşündüm ki, yox uzun çəkəcək, həm də video çox uzanmış olacaqdı. Ona görə düşündüm ki, bunu ayrıca bir videoda paylaşaram, hansı vloqun arasında və yaxud ümumiyyətlə təmizlik eləyəndə həm buranın videosunu çəkərəm, həm də şkafın için təmizləyərkən. Bu ramkanı Trendyoldan sifariş etmişəm. İçindəki gülləri isə yoldaşım mənə ilk tanışlığımızda hədiyyə almışdı. Mən də qurudub saxlamışdım və illər sonra bu ramkanı Trendyolda gördüm. Çox bəyəndim. İçində anılarınızı saxlaya bilərsiniz. Mən də belə gülləri saxladım. Düşünürəm çox qəşəng estetik görsənir. Bu dəsmalı da artıq atacağım deyə dedim son etap. Qapının tozunu silim. Bir də plintusları silim və vəsə. Bir də təbii ki bu xalçanı da istəyirəm götürüm. Atacağım yumağa və yay gələndə artıq balkona sərərəm. Çünki burada уже lazım deyil. Belə hal-hazırda vəziyyət budur. Belə. Plintusları sildim. Hətta tumuçkayı da çəkdim. Bunun altını sildim. Sonra kravatı da çəkdim. Kravatın da altını sildim, təmizlədim. Orada da görürsünüz çəkmişəm, silmişəm. İndi qaldı bir dənə bunları yerbəyer yığmaq.
Daha doğrusu kravatı çekim yerine. Bu yaman ağır kravattı biraz. Çok beri geldi. Biraz da o tarafa çekeyim. Belə. Her yer oldu, tertemiz kaldı bir dənə. Deməli, plisos deyib silməyi. Plisos işini isə bundan eləyəcəm. Bu soruşur xanımlar məndən. Bunu Shine Electronics'ten sifariş etmişəm. Çatırlama ilə bir yerdə, bir də zapas belə xalça üzərini plisoslamaq üçün şotkalı nasatkası var. Ondan bir yerdə mənə başı gəldi, yəni çatırlama ilə bir yerdə 75 manata. Amma bu Fantomun öz qiyməti mən bilən 58 manat olmalıdır. İstəyirsinizsə ala bilərsiniz, yaxşıdır. Gücü isə 2100 wattdır. Otağı plisoslayıb qurtardım və plisosu verdim qızıma ki, o da digər otaqları plisoslasın. Mən isə keçdim bütün evi silməyə. Və nəhayət ki, Temudan sifariş etdiyim pərdələri həm ütüləyəcəm, həm də asıb sizə ətraflı göstərəcəm. Deməli, mən almışam 2 dənə ayrı-ayrı tüllərdir. Hündürlüyünü 3 metrə, biraz axıra gedim. Hündürlüyünü mən 3 metrə almışam. Amma ki özüm kəsdim. Çünki məndə 3 metrə deyil. Hardasa 2 metrə 70 neçə santimetrdir. Ona görə kəsdim, qastım. Baxın, hətta burada biraz kaçakım oldu. Baxın, o başdan görürsünüz, yaxşıdır. Bu başdan hardasa elə bir ki ortadan başlayaraq yuxarıdan istəyirəm. Gələn dəfə yuyanda amma indi yox. Çünki arsımışam, yorulmuşam həm də. Yuxarıdan orta hissədən götürəcəm. Bir balaca belə qısaldacağam da elə bir ki burasını ki belə yerinə sürünməsin. İndi hələ ki belə qalsın. Hə, əsas pərdənin özündən danışım mən. Pərdə yaxşı pərdədir, pis deyil. Belə nə çox yumşaqdır, nə də qatdır. Baxın, belə bir material var. Görürsünüz, superdir, qəşəng tüldür. Amma istəyən xanımlar üçün deyirəm. Məndə ikisinin də eni 1.40-dır. 140 santimetrdir də. Yəni siz bunu nəzərə alın. Məndə ayna iridir, baxın, kravatdır. Aynadır. Görürsüz, iridir. Kimin aynası balacadırsa ala bilər 1.40. Yəni uzunu, eni 1.40 ala bilərsiniz. Yox, balacadırsa yəni ala bilərsiniz. Amma belə mənki kimi iridirsə, onu nəzərə alın ki, siz bunu belə deyim. Baxın, göstərim sizə. Baxın, belə büzə bilməyəcəksiniz. Amma belə büzmək olar. Mən amma büzəcəm. Mən nətər büzəcəm? Qoyun deyim sizə. Çəkirik bunu ortaya.
Buralarını belə büzürəm. Və burada məndə bu boşluq, oy, dəydim bura. Bu boşluq ki var, burada da məndə üst pərdə var axı. Nə deyirlər ona Azərbaycanca bilmirəm. Yəni qıraq pərdəsi olur ya, ütüllərin kənarları. Baxın onu asacağam. Ona görə düşünürəm heç bura görsəməyəcək də. Yəni ümumi baxın görünüş budur. Deyim göstərim sizə. Belə, baxın belədir. O açılmamış vəziyyətidir. Bu isə biraz büzməli vəziyyətidir. Yəni ümumi baxın belə görsənir. Qəşəngdir. Gözəl görsənir. Amma dediyim kimi büzmək istəsəniz mütləq ki 1.40 yox, 140 sm yox, hardasa biraz daha çox. 1.80 mi deyim, 1.70 yox, 1.60 yaxşı olsun. Elə bir şey alın ki siz də büzə biləsiniz. Mən sadəcə ehtiyac görmədim. Çünki mənim bu qıraqlarım var. O qıraqları asanda mənə ehtiyac olmayacaq. Həm də mənim belə bir pərdəyə ehtiyacım var idi. Dedim elə buralardan almayım, elə Temudan sifariş edeyim. Belə amma pərdə özü qəşəngdir, pis deyil. Yəni lap yüksək keyfiyyət gözləməyin. Yəni baxın, materialını bilmirəm sizə izah edə bilmirəm. Bilirsiniz nəyə oxşuyur? Kətana oxşuyur. İndi gətirim yenə kənarlarını da asım. Все, bir də o dediyim o kasyakımı mütləq orta hissədən biraz götürüb belə qısaram. Gördünüz bir balaca büzdüm. Amma dediyim kimi o arxalardan bir balaca baxın belə. Bura qədər oldu məndə. Baxın hər iki tərəfi belə buradan oldu. Arxadan görsənən o şeydir. Günlükdə o heç. Amma belə baxın görünüş belə oldu. Pərdə xoşuma gəldi, qəşəngdir. Ümumiyyətlə sevirəm belə pərdələri. Tamamilə şey olsun, belə tül olsun, ya üstündə bəzək falan olmasın. Bir şey oldu. Yəni istəsəniz sifariş edin. Yəni burada artikel qoyuram, istəsəniz sifariş edin, amma ki enini dediyim kimi nəzərə alın ki 140-dır. Mən bunu bilərək 140 aldım çünki mən o axıra qədər çəkmirəm. Həm də çox da büzmə pərdə də sevmirəm. Ona görə mənə görə bu belə idealdır. Sadəcə bir balaca məsələn 1.80 mi deyim? Yox, 1.80 də yox. 1.60 məsələn olsaydı daha qəşəng olardı. O da yox idi. Ona görə mən də elə 1.40 aldım. Belə. Yəni ölçüsü mütləq nəzərə alın, mütləq baxın və rəyləri də mütləq oxuyun. Yəni mən sizə belə göstərdim. Sadəcə dediyim kimi oradakı o kasyakı da sonra 2 dəfə yuyanda onu da aradan qaldıraram. Ümumi otaq bitdi, qurtardı. Belə bir şey oldu, baxın, tərtəmiz. Bir də şkafın üstü qaldı. Ona hələ ki əli vurmuram. Onun artıq şkafı boşaldanda yoldaşımla bir yerdə şkaf təmizliyi eləyəndə o zaman təmizləyərək üstünü falan da bir də lüstr. Lüstru da həmin vaxta salaram. Elə onda işığı söndürüm. Hə, baxın görürsüz tozdur. Onu da həmin vaxt silərəm artıq. Belə otaq da hazırdır. Bunları da buradan götürürüm. Belə görünüş də budur, görürsüz. Təşəkkür. Gəldim, bir dənə hamama da əl gəzdirim, amma bunu sizin üçün çəkiliş etməyəcəm. Yadınızdadsa, videoda da göstərdim. Burada sitkanı yudum. Vəziyyət hal-hazırda budur. Şvabramı atmışdım xlora. O da indi çıxaracağım onu da. Bir dənə buraları da əl gəzdirim. Onunla da mənim işim bitir burada. Gəldim ki, bir stəkan çay içim. Çay içim, sonra gedim hamama da əl gəzdirim. Hamamı təmizləyim. Çayımı içim və gedim işimi dalayacağım. Yoldaşımın ayaqqabısını yumuşdum burada və dedim məndə belə bir paraşok var. Kitay paraşokudur. Üstündə yazılıb ki, bəs 99% tam barabanı təmizləyir. İndi ilk dəfədir ki, atacağım bunu hamısını. Üstündə perevod etdim. Üstündə yazılıb ki, bəs hamısını tökün və qoyun yumağa maşını. Birbaşa bura dedi tök barabanın içinə. Üstündə elə yazılıbdır. Baxın belə bir şeydir. Görüm, əgər yaxşı olsa bundan alacağım. Ayda bir dəfə ataram, təmizləyər. Bunu qoyuram baraban təmizləmə rejiminə. Burada var məndə maşında. Kimdə yoxdursa YouTube'da baxa bilər videoya. Belə bir şey görək, təmizləsin, görək nətər təmizləyir. Əgər xoşuma gəlsin, nəticəsi sizlə mütləq bölüşəcəm. İçinə baxın, yudu qurtardı. Əvvəl mən həmişə yuyanda istər limon duzu olsun, istər ümumiyyətlə elə belə qaynatma rejiminə qoyum. Maşından bir iyi gəlirdi, belə qəribə iyi idi də. Bizim su da xlorlu sudur. Onu da ola bilsin ki, qarışıb iyi. Sonra nə bilim paltar yuyuruq da, indi olan bir şeydir ki, iyi gəlir. Amma bu məhsuldan sonra belə baxıram, nə iyi var, nə bir şey. Yəni normal bir iyi var, həqiqətən də paraşok hissi gəlir. Yəni bəyəndim. 90 qəpik olduğuna baxmayın. Məhsulun belə ucuz olduğuna. Elə məhsullar var ki, ucuzdur, 1000 bahalıya dəyir. Bunu alimlər belə sübut eləyiblər ki, ucuz məhsullar çox vaxt bahalı məhsullardan daha keyfiyyətli olur. Həqiqətən də elədir, tərtəmiz yudu. Paralarını da belə təmizləmişdim. Buraları da belə sürtdüm içini, qəşəng saldım. Yəni tərtəmiz oldu da, yəni gözəl. Bəyəndim. Əsas odur ki, qoxu o yoxdur da. Məndə həmişə qoxu olurdu. Qoxu olanda bir dəfə də qoyurdum yumağa. Yəni elə belə 30 dəqiqəlıq falan belə qoyurdum, yuyurdu. Ondan sonra iyi gedirdi. Amma indi ehtiyac yoxdur ona. Həqiqətən də tərtəmiz oldu. Bəyəndim bu məhsulu.